değildir. Çünkü o pis bir iş görmüştür. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm. Nuh dedi, ey Rəbbim, bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram. Belə deyildi, ey Nuh, sənə və səninlə birlikdə olan cemaatdan törənəcək mömin ümmətlərə bizdən əminamanlıq və bərəkətlər bəxş edilməklə gəmidən en. Gələcəkdə sizin nəsildən olub küfr edəcək bəzi ümmətlərə də dünyada dolanışıq verəcək. Sonra isə axirətdə onları şiddətli bir əzaba düçar edəcəyik. Ya Peyğəmbərim, bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən gözəl aqibət müttəqilərindir. Ad tayfasına da qardaşları Hudu göndərdik. O dedi, ey cemaatım, Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız iftiraçısınız. Ey cemaatım, mən Peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məyər dərk etmirsiniz? Ey cemaatım, Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin. Qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin. Onlar da dedilər, ey Hud, sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız sənə sədəmə toxundurmuşdur. Hud belə cavab verdi, Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam. Bircə ondan, Allahdan başqa. İndi hamılıqla mənə qarşı nə hilə qurursunuzsa qurun və mənə heç möhlət də verməyin. Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Yer üzündə elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən Rəbbim düz yoldadır. Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən Rəbbim hər şeyi hifz edəndir. Əmrimiz gəldikdə bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq. Bu da Ad tayfasıdır. Onlar Rəbbinin ayələrini inkar etdilər. Onun peyğəmbərlərinə qarşı çıxdılar. Başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular və beləliklə dünyada da, qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad, Allahın mərhəmətindən kənar oldu. Səmud qövmünə də qardaşları Salihi peyğəmbər göndərdik. O dedi, ey cemaatım, Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən, torpaqdan yaradıb, orada sakin etdi. Allahdan bağışlanmağınızı diləyin. Sonra da ona tövbə edin. Həqiqətən Rəbbim yaratdıqlarına yaxındır, duaları qəbul edəndir. Onlar dedilər, ey Salih, sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan mı edirsən? Doğrusu biz sənin bizləri dəvət etdiyin barədə şək-şübhə içindəyik. Salih onlara belə cavab verdi. Ey cemaatım, bir deyin görək, əgər mənim Rəbbimdən aşkar bir möcüzə olsa, o mənə özündən bir mərhəmət, peyğəmbərlik lütf etsə, mən də ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız. Ey cemaatım, Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız. Onlar dəvəni tutub ayaqlarından kəstilər. Salih də onlara dedi, daha 3 gün yurdunuzda yaşayıb keyf çəkin. Bu elə bir vəddir ki, yalan çıxmaz. Əmrimiz gəldikdə bizdən bir mərhəmət olaraq Salihi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvaçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir. O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası Allahın mərhəmətindən uzaq oldu. Həqiqətən elçilərimiz, mələklər İbrahimə müjdə gətirib salam dedilər.
İbrahim də salam deyə cavab verdi və dərhal gedib onlara qızarmış bir buzov gətirdi. Əllərinin yeməyə uzanmadıqlarını gördükdə, onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər, qorxma, biz Allahın mələkləriyik, biz Lut tayfasına göndərilmişik. Arvadı durmuşdu, o bu sözləri eşidib güldü. Bundan sonra biz onu İshakla, İshakın da ardınca Yəqubla müjdələdik. İbrahimin arvadı dedi, vay halıma, mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm? Bu çox təəccüblü bir şeydir. Mələklər ona dedilər, Allahın əmrinə təəccüb mü edirsən? Ey ev əhli, Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb məth edilməyə layiqdir. İbrahimin qorxusu çəkildikdə və ona müjdə gəldikdə, Lut tayfası barəsində bizimlə mübahisə etməyə başladı. Həqiqətən İbrahim həlim xasiyyətli, yalvarıb yaxaran və özünü tamamilə Allaha təslim etmiş bir zat idi. Mələklər dedilər, ey İbrahim, bundan əl çək, Rəbbinin əmri artıq gəlmişdir, onlara mütləq qarşısı alınmaz bir əzab gələcəkdir. Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və bu çox çətin bir gündür dedi. Tayfası tələsik Lutun yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi, ey qövmüm, bunlar mənim qızlarımdır. Onlar nigah baxımından sizin üçün daha təmizdilər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məyər aranızda ağlı başında bir adam yoxdur? Onlar dedilər, sənin qızlarına heç bir rəğbətimiz olmadığını şübhəsiz bilirsən. Nə istədiyimizi də yəqin ki bilirsən. Lut dedi, kaş sizə çatan bir gücüm, qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim. Mələklər dedilər, ey Lut, biz sənin Rəbbinin elçiləriyik, onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get, heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab, övrətinə də toxunacaqdır. Onların ölüm vaxtı səhərdir. Səhər yaxın deyilmi? Əmrimiz gəldiyi zaman, o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş hər daş kimə dəyəcəkdirsə, üstünə adı yazılmışdı. O zalımlardan da uzaq deyildir. Mədyan əhlinə də qardaşları Şüeybi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir günün əzabından qorxuram. Ey qövmüm, ölçüdə və çəkidə düz, ədalətli olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə fəsad törətməyin. Əgər möminsinizsə, Allahın halal olaraq verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm. Onlar dedilər, ey Şüeyb, atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazın mı əmr edir? Sən doğrudan da həlim xasiyyətlisən, çox ağıllısan. Belə cavab verdi, ey qövmüm, bir deyin görək, əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə öz dərgahından gözəl bir ruzi versə, mən ona haram qatarammı? Mən sizə yasaq buyurduğum şeyin əksinə